İnsan var 80 yaşayır. İnsan var eyni ili 80 dəfə yaşayır. Əslində belə baxanda bütün insanlar 80 dəfə yaşayır da eyni. Hal-hazırda biz sosial şəbəkələrimizdə başqa xalqlar üçün uşaqlar böyüdür. Əsas məsələ odur ki, biz süni zəka ilə əl-ələ tutub gələcəyə doğru addımlayaq. Yəni nə süni zəka olmadan gələcək olsun, nə də insan olmadan gələcək olsun. Süni zəka bizi gözlənilməz heç nə ilə üz-üzə qoya bilməz. O bizə nə təqdim eləsə, biz onun mədəniyyət tarixində izin tapacağıq. Mən süni zəkadan soruşuram ki, mənim haqqında nə düşünürsən? Baxıram sonra mən belə rahat ağlayan adam deyiləm də. Görüm ağlamağım gəlir. Bu faktı məni dedi də. Süni zəka insanın bacarmadığı, insanın eləyə bilmədiyi, fərqli, tamamilə yeni olan heç bir fəaliyyətlə məşğul deyil. Bizim emal elədiyimiz, bizim yaratdığımızı təqlid edir. Söhbət burada ortalığa çıxır ki, bu təqlidə bu qədər enerji xərcləməyə dəyərmi? O sualı verərək başlamışıq da bu macəraya, süni zəka macərasına ki, bəs kompüterlər insan kimi düşünə bilərmi? İnşallah gələcəkdə süni zəkalar bir yerə yığışıb düşünməzlər də, yəni insanlar süni zəka kimi düşünə bilərmi? Bugünkü debatda insan zəkası ilə texnoloji zəkanı qarşılaşdıraraq gələcəyin əsas istiqamətlərini birlikdə dəyərləndirəcəyik. Hər birinizə faydalı müzakirə arzulayıram. İcazənizlə spikerləri dəvət edirəm. Yazıcı, şair, publisist Akşin Yenisey. Dünya yaddaş çempionu Orxan İbadov. İnnovasiyalar Mərkəzinin İctimaiyyətlə Əlaqələr üzrə baş mütəxəssisi, təlimçi Nofəl Əliyev. Hər birinizi xoş gördük. Təbii zəka insan düşüncəsi, min illərlə mədəniyyətin, təcrübənin və duyğuların məhsuludur. Süni zəka isə son illər ərzində yaradılmış alqoritmlərin nəticəsidir. Sizcə bu iki zəkadan hansı gələcəyi daha çox müəyyən edəcək və niyə? Süni zəka bəli, yeni bir texnologiyadır. Hardasa bir 60 il, 70 il olar ki, başlayıb belə bir texnologiyanın yaranması. Tarixçəsinə nəzər salsaq 50-ci illərdən başlayıb İngilis riyaziyyatçısı Alan Turingin bir deməli elm dünyasına sual ünvanlaması ilə hansı ki, kompüterlər insan kimi düşünə bilərmi sualı ətrafında başlayıblar elm dünyasında araşdırmağa və bundan sonra bu sahəyə investisiyalar ayrılmağa başlandı. Və bu gün süni zəkanın hansı səviyyədə olduğunu biz açıq-aşkar görürük. Ancaq insan zəkası təbii ki, daha qədimdir, yəni müqayisə oluna bilməz o zaman aralığı. Buna baxmayaraq süni zəkanın bu qısa müddət ərzində demək olar ki, insan zəkasına yaxınlaşması, onun necə sürətlə inkişaf eləməsini, onun potensialının gücünü göstərir. Çünki qısa müddət ərzində, həqiqətən də 70 il ərzində bu səviyyəyə gəlib çatması möcüzəvi bir şeydir əslində. Və Alan Turingin bu sahəyə verdiyi əsas töhfələrdən biri də onun Turing testi adında bir test yaratması olub, hansı ki, insanın kompüterlə, daha doğrusu süni zəkanın insan kimi düşünüb düşünə bilməyəcəyini aşkar eləmək üçün ortaya atılmış bir testdir. Bu testi 2014-cü ilə qədər heç bir bot keçə bilməyib, amma sonradan yaradılan süni zəka botları bu testi rahatlıqla keçə bilirlər. Yəni insanı aldada bilirlər ki, biz əslində robot deyilik, biz insanıq və bu Turing testinin də bir faizi var, faiz nisbəti var. Bu yaxınlarda OpenAI şirkətinin yaratdığı ChatGPT məsələn 86% nəticə ilə o testi keçməyi bacarıb. Demək olar ki, bu süni zəkanın IQ testidir. IQ testi demək olar, bəli. Yəni zəka, yəni süni zəkanın insan zəkasına nə qədər yaxın olduğunun göstərsin. Yəni o 100%-ə çatanda artıq demək olar ki, süni zəka insan zəkası ilə paralel, eyni səviyyədə gedir. Belə başa düşürəm ki, çox zaman qalmayıb. Çox zaman qalmayıb. Bu yaxınlarda mən düzdür, bəlkə də zamanı çox sərf elədim, amma bir dənə bunu da deyim. Bu yaxınlarda deməli Microsoft AI şirkətinin rəhbəri Mustafa adlı bir rəhbəri var. O qeyd elədi ki, yaxın 5-10 il ərzində hamının gözlədiyi, həyəcanla gözlədiyi o super deməli intelligence, super süni zəka artıq ortaya çıxacaq. Bu o deməkdir ki, o bütün sahələrdə insan zəkasına yaxın olacaq. Yaxın olacaq. Orxan müəllim, siz nə düşünürsünüz? Sual konkret olaraq götürsək, təbii zəka yoxsa süni zəka, sual çox depressiv sualdır. Yəni sanki biz birini seçməliyik, məcburuq.
Bu sualın cavabı daha çox sizin zəkaya, insan zəkasına, insan beyninə və ümumiyyətlə həyata necə baxmağınızdan çox asılıdır. Əgər bir yanaşmaya görə sizin gözünüzdə süni zəka rəqib olacaq, bir yanaşmada isə sizin dostluğunuz ola bilər. İstəyirsiniz mən öz beyninə yanaşmamı deyim, bəlkə çünki kitabçılığına yoxum daha maraqlı olar. Mənim gözümdə insan beyni kifayət deyil. Yəni bizim başımızın içindəki bu beyin kifayət deyil. Nə uğur qazanmağa, nə həyatda istədiyi əldə etməyə. Ona görə sən zəkanı uzatmalısın. Zəka uzantısı nədir? Yəni sənin təkcə beynin yox, ətrafındakı bəzi cihazlar da sənin zəkanın parçasıdır. Misal, mən soruşsan ki, burada kimdənsə ki 582-ni 646-ya vura bilərsən, deyəcək yox. Amma vura bilərsən də 2 saniyəyə sənin təzə bəldən üzvün var, telefon. O sənin zəkanın uzantısıdır, şərt deyil ki, başının içində olsun. Və ya götürək jurnal, bəzən oturursan, qələmlə nəsə yazırsan, daxillə dayaqsında. Ağla elə bir yer gəlir ki, o dəftər olmasaydı ağla gəlməyəcək. Deməli, dəftər sənin zəkanın uzantısıdır. O olmasaydı həm ideya olmayacaq. Və ya yaddaş yarışlarından götürək, yaddaş sahib. Hansı məlumatı mən orada yadda saxlayıram ya evimdə, o dipçəkdə. Bəs siz məndən soruşsaz ki, Filip nə vaxt ölüb? Mən desəm 336-cı ildə, mən hara qayıdıram? Gəlirəm xəyal olaraq o dipçəyin yanına deyək. İndi o dipçək mənim zəkamın parçasıdır yoxsa yox? Fiziki olaraq mənim başımın içində deyil. Amma zəkamın parçasıdır. Zəkamın uzantısıdır. Və ya brainstorming qrupları götürək. Deyək ki, 5 nəfərin içində söhbət edirsən. Elə qruplar olur ki, orada sən danışanda, hətta boş-boş danışsan, bir üzr istəyirəm, təzə ideya gəlir, yaradıcı ideya gəlir. Amma başqa insanların o olmur. İndi biz deyə bilərik ki, o 5 nəfərin toplusudur, yoxsa zəkamın uzantısıdır. Süni zəkaya o gözdən baxmaq lazımdır mənim fikrimdə. Maraqlı yanaşmadır. O mənim zəkamı uzadır. Zəkamı hansı hissə uzadır? Beynimin zəif olduğu yerdə. İnsan beyni yaradıcılığında problem yoxdur. Amma zəif olduğu nöqtədə nədir? Qərar vermə. Biz qərar vermədən defisitimiz var. İnsan var 20 ildə qərar verə bilmir. Amma mən ChatGPT-yə özümü təqdim edirəm. Deyirəm, mən Orxan, mənim xüsusiyyətim budur, həyat amalım budur. Bundan sonra qərar verəndə filan meyarları nəzərə al. Saat 2-dir gün orada mənim artıq qərar vermə limitim tutarır. Deyirəm, indi məni dövlət qurumuna dəvət edirlər, sən olsan bura gedərdin, ora gedərdin. Artıq o mənim yerimə Orxan qərar verir. Beynimi uzadıram, zəkamı uzadıram. Yaxşı, o zaman deyin görüm, əgər süni zəka insanların qərar vermə proseslərini daha dəqiq və sürətli edirsə, edə bilirsə, təbii zəkanın cəmiyyət üçün rolu nə olacaq gələcəkdə? Fotoaparat yarananda eyni bizim babalarımız rəsm sənətinin öləcəyi, yoxa çıxacağı haqqında bir həyəcana bürünmüşdülər. Biz indi həmin o texnoloji həyəcan dövrünü yaşayırıq. Və burada bu yaddaş məsələsi çox önəmli məsələdir. Məsələn, hətta süni zəka haqqında söhbətlər olmadığı dövrdə Nietzsche'nin bir üst insan anlayışı var idi. Üst insanın bizdən fərqi nə idi? Üst insan yaddaşı uzun olan insan idi. Yəni bizim indi dediyimiz süni zəka əslində Nietzsche'nin dediyi üst insandır. Amma burada çox yəni təbii yaradıcılıqla süni zəkanın bir ortaq yeri də var. Məsələn, belə deyək də, sənətin fəlsəfəsini, sənətin nəzəriyyəsini bilən adamlar bilirlər ki, əslində süni zəka ilə təbii zəkanın istinad elədiyi kökən eyni şeydir, riyaziyyatdır. Məsələn, musiqi, rəssamlıq, ondan sonra memarlıq, bunların hamısının istinad elədiyi nöqtə fitri istedad bunun rəngli tərəfidir. Amma mənşə riyaziyyatdır. Məsələn, qədim Yunanistanda musiqi riyaziyyat başlığının altında öyrənilir və öyrədilirdi. Və bunu da kim eləmişdi? Məsələn, Pifagor, Platondan əvvəl, Aristoteldən əvvəl Pifagor musiqini riyaziyyatın bir şöbəsi kimi öyrənirdi. Niyə görə öyrənir? Məsələn, musiqidə indi bugün məşhur anlayışlar var. Oktav anlayışı, səslilik, səs ölçü sistemi. Onu kim kəşf edib? Riyaziyyatçı Pifagor kəşf edib. Pərdə anlayışı, o ifaçıların pərdə, səsi idarə eləmək anlayışı. Onu kim kəşf edib? Riyaziyyatçı kəşf edib. Pifagor kəşf edib. Və nəyin əsasında kəşf edib? İndi mən nəyə demək istəyirəm? Bir-bir keçəcəm o biri sənət sahələrinə də. Yəni, sənətin özünün, yaradıcılığın özünün alqoritmik, riyazi bir əsası var. Adam, Pifagorun haqqındakı rəvayət bundan ibarətdir ki, bu bir gün görür ki, 5-6 dəmirçi bir dəmir zindana, kürəsinə döyəcləyir, amma ayrı, hər çəkicidən ayrı bir səs çıxır. Araşdırmağa başlayır və burada tapır ki, bu çəkicilərin ağırlığıdır, bu səs tonları yaradan, fərqli səslər yaradan. Bu başlayır təcrübələr aparmağa və məftil üzərində təcrübələr aparanda toxunuş və məsafədən asılı olaraq səsin dəyişdiyini kəşf edir. İndiki bizim pianinoda, tarda, digər alətlərdə
nəfəs alətlərində o ölçüləri yaradaraq, yəni səsin idarə olunması sistemini yaradaraq, riyazi bir sistem yaradaraq musiqini riyaziyyatın bir şöbəsi kimi belə deyək, öyrənməyə və öyrətməyə çalışır. Və yaxud məsələn rəssamlıq, sənət sahəsidir. Tamamilə belə deyək də abstrakt bir mahiyyətə sahibdir. Amma rəssamlığın kökünə gedin, orada iki anlayış var. Simmetriya və perspektiv. Simmetriyada riyazi anlayışdır, perspektiv də riyazi anlayışdır. Yəni bir rəssam bu iki anlayışı bilmədən rəsm əsəri çəkə bilməz. Eləcə də memarlığın kökündə. Məsələn, bizim, mən hamının bildiyinə görə öz ədəbiyyatımızdan nümunə gətirmək istəyirəm. Bizim klassik ədəbiyyatımızın söykəndiyi əruz vəzni var. Əruz vəzni nədir? Riyaziyyatdır. Ölçülərdir, məfailün, məfailün, failün. Ölçülərdir, biz o ölçülərin yerin rəqəmlərlə yox, sözlərlə doldururuq. Mənə təəccüblü o olardı ki, süni zəka musiqi yarada bilməsin. Mən ona təəccüblənərdim. Mənə təəccüblü o olardı ki, süni zəka şeir yaza bilməsin. Yəni bir riyazi, belə deyək, mahiyyəti olan, riyazi bir, belə deyək də, varlığı olan bir zəka növü, indi ona da qayıdacağıq söhbət əsnasında ki, buna bizim süni zəka deməyimiz nə dərəcədə məntiqlidir, buna biz süni intellekt deməyimiz nə dərəcə məntiqlidir. Mən düşünürəm ki, biz o adlarda da yanlışlığa yol veririk, amma dostlarımın zamanına girmək istəmirəm. Onun növbəti sualda mən cavablandırırım. Akşin müəllim, süni zəka, təbii zəka şairləri, yaradıcılara qədər şeir yaza biləcəkmi? O duyğunu bizə ötürə biləcəkmi? Orada o artıq mən gözləyirdim ki, söhbətin növbəti mərhələsində o hissə toxunaq, o emosional məsələyə toxunaq. Burada bir şey, o artıq mən məcbur intellekt və zəka anlayışının fərqini izah eləməyə çalışacağam. İntellekt biləndir, yəni bilgidir. Zəka düşünəndir. Yəni bildiyini düşünəndə intellekt olur zəka. Amma bildiyini sadəcə bilən intellektdir. Yaradıcılıq nə vaxt baş verir? Yaradıcılıq bildiyin düşünəndə baş verir. Yəni yaradıcılıq intellekt hadisəsi deyil, zəka hadisəsidir. Biz informasiya ilə özümüzü kifayət qədər yükləyə bilərik, amma onu zəka faktına, yəni düşüncə faktına çevirməsək, o bilgi olaraq, intellekt olaraq qalacaq. Süni zəka əslində demək, o yaratdığımız o alətə doğru anlayış deyil. O süni intellektdir. O bildiyi şeyi, bizim məsələn bəşəriyyətin indiyə qədər ki əldə elədiyi bilgiləri o bizdən daha sürətlə analiz eləyə bilir, daha çox yaddaşı var, daha uzun müddətli yadında saxlaya bilir, amma bunu zəkaya çevirə bilmir. Yəni özü əlində olan materialdan düşüncə yarada bilmir. Niyə görə? Çünki insan bilgiyə özünün emosional yanaşmasını qataraq intellekti düşüncəyə çevirir. Yəni məsələn, bizim şeir dediyimiz şey və başqa bir şairdən oxuyarkən özümüzdə hiss elədiyimiz o təsir, o etki bilginin zəkaya çevrilməsində iştirak edən emosional enerjidir. Mətn o emosional enerjini bilgi ilə yoğuraraq, bilgini emosiyanın içərisində əridərək o enerjinin başqa bir forması kimi bizə ötürür. Biz dərhal məsələn oxuyanda məsələn bilirik ki, bu yaxşı şeir deyil. Niyə görə? Çünki orada emosiya yoxdur. Duyğunu ötürə bilməyib. Bildiyi şeyi məsələn bir eşq hadisəsi, sevgi hadisəsi. Tutaq ki, böyük şair burada emosiyanı o informasiya ilə elə mükəmməl yoğura bilir ki, biz özümüzü hadisənin yanında hiss edirik. Sevənlərlə bir empati qura bilirik. Amma zəif şair, belə deyək, bu işləri bacarmayan şair bizi o sevginin yanına apara bilmir. Biz oradakılarla, o hisslə, həyəcanla empatiya qura bilmirik. Akşin bəy çıxışında cavabında dedi ki, süni, daha doğrusu yaradıcılıq riyazi hesablamalara əsaslanır. Əgər belədirsə, onda belə çıxır ki, riyazi hesablamalar apara bilən süni zəka çox rahatlıqla yaradıcılıq fəaliyyətinə məşğul ola bilər. Necə ki, artıq məşğuldur. Məsələn, rəsm əsərləri yaradır, musiqi bəstələyir, şeir yazır, hekayə yazır
Düzdür, qəzəl yaza bilmir. Məsələn, Məhəmməd Füzulinin yazdığı, Nizami Gəncəvin yazdığı, yaratdığı o qəzəlləri hələ ki yazıb yarada bilmir. Amma elm dünyasında heç vaxt sözünü işlətmək məncə doğru deyil. Çünki heç vaxt sözünü işlətdiyimiz o qədər deməli hadisələr olub ki, baş verib. Yəni bizə əvvəllər möcüzə kimi görünən bir çox şeylər artıq yavaş-yavaş öz deməli reallığını tapır. Və yeri gəlmişkən bu debata gəlməzdən əvvəl təbii ki bilirdim ki, süni zəka və təbii zəka qarşı durmasıdır və slaydda bir deməli istəyirəm siz də baxasınız. Belə bir rəsm əsərləri yerləşdirmişəm. Bunlardan biri deməli süni zəka tərəfindən yaradılıb. Mən çox istərdim ki, auditoriyada baxsın və hansının süni zəka tərəfindən yaradıldığını ortadakı deyən var, soldakı deyənlər var. Sağdakını çox güman ki, əksər insanlar tanıyır deyə qoymuşdum onu. Belə başa düşdüm ki, bir neçə hissəyə bölündü auditoriya. Bəziləri soldakı deyir, bəziləri ortadakı deyir. Amma doğru cavab odur ki, yalnız sağdakı deməli rəssam tərəfindən, yox, sağ tərəfdəki. Digər ikisi süni zəkadır. Bu digər ikisi süni zəka tərəfindən yaradılıb. Yəni gördüyünüz kimi burada artıq süni zəkanın nə qədər yaradıcılığa yaxınlaşdığı hiss olunur. İndi bir də növbəti slayda da keçək. Burada da deməli 3 şeir yerləşdirmişəm. Bunlardan deməli biri süni zəka tərəfindən yaradılıb. İstəyirsiniz mən bəlkə oxuyum. Baxsaz kimsə. Mən oxuyum. İstəyirsiniz oxuyun. Ümidvaram ki, intonasiya düzgün olar. Nə payızdır, nə qışdır. Bir çınar qurumuşdu. Nə suyunu kəsdilər onun, nə üstünə kölgə düşdü. Ağac ayaq üstə qurumuşdu. İstəyirsiniz səs vermə də ola bilər. Yəni süni zəka deyənlər əl qaldıra bilər. Belə bir səs verək ki, ən sonda bəlkə. Tamam. Ən sonda düşünürəm. Bir sükut oturub bu gecə, saatın tıqqıltısına söykənib. Divarın kölgəsi uzanıb otağın yorğunluğunu dinləyir. Bir fincan çay soyuyur masanın kənarında. Kimsə onu içməyi unudub. Bəlkə də düşünmək içindən keçib. Amma fikirlərin buxarı da çoxdan uçub. Səhər küləyi yuxudan oyadır torpağı. Yağışın izi hələ qurumayıb pəncərədə. Günəş utancaq gülümsəyir. Köhnə bir mahnı kimi doğulub yenidən. Quşlar səssizliyin sinəsini deşir. Bir cüt səs havada rəqs edir. Mən üçünü də bəyəndim. Hər üçü sünidir. 2 sünidir. Ortadakı daha çox sünidir deyirlər. Səs verməyi də bilərik bəlkə. Birinci deyənlər, birinci təbii zəkadır deyənlər. Özümün belə yadımdan çıxdı ki, İkinci təbii zəkadır deyənlər. Bəli, İstəyirsiniz cavabı açıqlayım. Buyurun. Burada deməli, əslində mən sualı verəndə biraz yanıltmaq istədim. İkisi süni zəka tərəfindən yazılıb. Deməli, ortadakı və sağ tərəfdəki süni zəkanın əsəridir, belə deyək, şeiridir. Sol tərəfdəki şair tərəfindən yazılıb. Bunlar üçü də sərbəst vəzində yazılan şeirlərdir. Sol tərəfdəki Azərbaycan şairinin şeiridir. Amma digər şeirlər sərbəst vəzindədir. Bəli, bayaq da qeyd elədiyimiz bir çınar qurulmuşdu, sərbəst vəzində, gecə vəzində. hansı? Birincisi, O arxası silmişəm, göstərərəm. Düşünürəm ki, bunu debatdan sonra aranızda müzakirə edib. Tamam, əsas odur ki, Əsas yəni müəllifi burada də tapıb çatdırmaq birlikdə istəyimiz odur ki, müzakirə yəni yaradıcılığı Sualım, bəli, üzr istəyirəm. Buyurun. tam əvəz Tamam. eləməsə də, təbii ki, burada məqsədimiz o deyil ki, biz deyək ki, şeirlər şairlərin işini əlindən alır, yəni yaradıcılıqdan onları üstələyir, amma ən azından onların yaradıcılığına nisbətən də olsa çatmağı bacarır. Cəhd edir. Cəhd eləyir, bəli. Düzdür, bayaq qeyd elədiyimiz kimi Məhəmməd Füzuli, Nizami Gəncəvin o qəzəllərini, o əruz sistemini bilməsə də belə sərbəst vəzində rahatlıqla şeirlər yaza bilir. Elə tam bu nöqtədə Orxan müəllimə sualım var. Siz dünyanın yaddaş çempionusunuz. Süni zəka isə artıq milyonlarla məlumatı ani emal edə bilir. Sizcə yaddaş fenomeni yalnız informasiya saxlamaqdır, yoxsa süni zəkanın hələ çata bilmədiyi, indi danışdığımız kimi, dərin bir idrak forması var? Sual sırf yaddaşla bağlıdır.
Ümumiyyətlə yadda saxlanılan bilikləri iki yerə bölmək lazımdır. Tam biliklər, bir də var natamam biliklər. Tam bilik odur ki, deyək ki, Seyid Əzim Şirvanın hansısa bir qəzəli. Mən bunu tam bilik kimi görəmsə, amma hansısa görüşdə, biznes görüşündə danışacağım məsələlər natamam biliklərdir. Mən üstünlük verirəm ki, tam bilikləri öz əsas beynində yadda saxlayın. Çünki Akşin müəllim bəy dedi, orada qəribə emosiyalar var, bəzi hisslər var ki, mən onun süni zəka ilə yoğura bilmirəm. Amma hansısa biznes görüşünə gedəndə danışacağım məsələlər məndən xüsusi emosiya qatmır da, yəni. Ona görə yadda saxlamaq üçün təbii ki, mən beynimdən istifadə edirəm, əsas beynimdən. Və əsas beynimi də yenə yaddaş sarayı ilə uzadıram. Yəni ilk baxışdan əsas beyindir, amma əsas beynimdən bir komanda məntəqəsi kimi istifadə edib yaddaş sarayını yadda saxlayıram. Deyək ki, mən 540 şeiri bilirəm, onun hamısı yaddaş saraylarındadır. Amma indi süni zəka yaddaşı təbii ki, süni zəka və applicationlar, tətbiqlər, qeyri proqramlara, to-do proqramları mənim zəkamın bir parçasıdır. Çünki telefon əlimdədir də, istənilən vaxta girə bilirəm. Ona görə gərək strateji davranasın. Mən buna strateji yaddaş deyirəm. İnsan indiki dövrdə hər şeyi beyində yadda saxlayamaz. Onda beyin dolar və yaradıcılığa yer qalmaz. Nəyə görə insanlar artıq yaradıcı ola bilmir? Çünki beyin yarımçıqlarla doludur. Bu yeni tətbiqlər, o cümlədən süni zəka mənə imkan verir ki, mən beynimi yarımçıqlardan azad edim ki, yaradıcılığım güclü olsun. Ona görə süni zəka mənim yaradıcılığımı əvəz edə bilərmi sualı mənim üçün uyğun sual deyil. Əksinə o mənim yaradıcılığıma güc verir. Çünki yarımçıqlardan məni azad edir və informasiya axını rahat idarə edir. Bayaqki sualınıza gəlincə qərar vermə ilə bağlı sual verdiniz sonra. Deməli, süni zəka qərar vermədə təbii zəkanı əvəz edə bilərmi? Bəli, edə bilər. Və ehtimal ki, edə olacaq. Amma burada bir məsələ vacibdir ki, insan həyatda niyə yaşadığını bilməlidir. İnsanın həyat almalı olmalıdır, səhv də ola bilər, eybi yox. Xəzərdən çıxdıq, bilmirik, Türkmənistana gedirik, Qazaxstana. O pisdir, nəinki bilərsən ki, Türkmənistana gedirsən insan olmasa. O yolda sən öz qərar vermə strategiyanı qursan və həyat planını bilsən ki, növbəti 3-5 ildə nə istəyirsən, onu ChatGPT-yə və ya hansısa süni zəka ötürsən, o da Orxan İbadovdur, o da sənin yerə qərar verir. Çünki həyat amalını sən dedin də ona. Amma bir də var ki, insanlar süni zəkaya xaotik girirlər. Yəni deyir ki, Atatürk nə bilim sağ olsaydı nə edərdi? Mənim yerimdə olsaydı. Onun sualı onun həyat amalına xidmət etmir. Sadəcə bir məzələnmək obyektidir və ya bir asılılıqdır. Süni zəkadan asıllıq mənbəyidir. Necə ki, telefon həm faydalı mənbə ola bilər, həm də asıllıq. Onlarda süni zəka asıllıq mənbəyidir. Amma insan həyat amalını bilsə, bu həyat amalını hətta getdikcə dəyişə də bilər. Onda süni zəka əgər mənim gündəlik təbii qərar vermə, təbii zəkamın limiti 5 qərardırsa, onda 3-4 ilə yolda gedir. Səhər paltar dəyişmə, paltar geyinmək, yolda hansı yolla getmək. Süni zəka o 5-i 500 də edə bilər. Və nəticədə mənim yaradıcılığıma impuls yaradır sonra. Ən çox ChatGPT-yə yazılan promptlar nələr idi? Ən çox yuxu yazmalar. Yəni yuxu yazmalar onlardan biridir təbii ki. Amma ən birinci sıraya baxsaq, deməli, şəxsi psixoloq kimi istifadə edirlər. Bəli. Öz dərdlərini danışırlar, nə bilim, məsləhət alırlar. Tibbi sağlamlıq üçün məsləhətlər alanlar var. Və işgüzar həyatda istifadə edənlər var, necə ki, artıq hamımız istifadə edirik. Yəni bu cür istifadə olunur, amma məsləhətim odur ki, orada yəni biz məsləhət alanda ChatGPT-dən və yaxud da digər modellər ola bilər. Onlardan məsləhət alanda biz dəfələrlə yoxlayaq, başqa etibarlı mənbələrdən də yoxlayaq. Çünki belə deyim, bu yaxınlarda bir tanış, deməli, oradan sağlamlıqla bağlı sanki həkimdən məsləhət alırmış kimi ChatGPT-dən məsləhət alıb və yaxşı bir nəticə olmayıb axırda. Ona görə hətta yəni ChatGPT-nin özü belə, Gemini-nin özü belə altda bizə bildiriş kimi yazır ki, mənim verdiyim nəticələrə çox da inanmayın, başqa etibarlı mənbələrdən istifadə edin. Bu arada bir statistik rəqəm nəzərinizə çatdırım. 2024-cü ildə təkcə Google-un data mərkəzləri 6 milyard qalın, yəni 22,7 milyard litr içməli su istifadə edib kompüterlərin soyudulması üçün. Bu, bəzi şəhərlərin illik su sərfinə bərabərdir. Süni zəkanın bu qədər resurs tələb edən infrastrukturunun təbii zəka ilə müqayisədə davamlılıq baxımından hansı nəticələr ola bilər? Həqiqətən o bir faktor ki, yəni süni zəka olmasa belə digər data mərkəzləri, yəni süni zəkadan əvvəldə onsuz da bildiyiniz kimi enerji sərf eləyir bu bütün data mərkəzləri olsun, texnologiya olsun. Özdə böyük miqdarda enerji resursu sərf olunur. Ancaq məsələ burasındadır ki, süni zəka özü belə özünü təkmilləşdirməyi bacarır. Yəni onun deməli fəaliyyəti üçün istifadə olunan resurs
sərfiyyatı özü tərəfindən optimallaşdırılır. Məsələn, əvvəlki illərə nisbətən 5 il əvvəl enerji sərfiyyatı misal üçün 20 ton idisə, indi düşüb hardasa 10 tona və yaxud da nə bilim 5 tona. Yəni 30-40% azalma var. Yəni optimallaşdırma var. Yəni özünü belə deyək də həm lord dildəsə yeyib içir, həm də pəhriz saxlamağı bacarır. Bu getdikcə daha da səmərəli olacaq, daha da optimallaşdırılacaq, yəni süni zəka tərəfindən, yəni Orxan öz müəllim, tərəfindən. dəyərmi sizcə? Evet. Dəyər düşünürsünüz. Çünki onun ümumiyyətlə belə deyək də, hər bir aktivitəni və ya hər bir seçimi gətirdiyi üstünlüklər var və ziyanlar var da təbii ki. Bunu ölçmək lazımdır ki, hətta qaçmaq belə uzun ömürlü planda sənə xeyir də verə bilər, ürək baxımından, ziyan da verə bilər diz baxımından da. Sən ölçürsən ki, hansı sənə sərf edir. İndi süni zəkanın indiki dövrdə inkişaf baxımından götürsək, rəqabət qabiliyyətli insanlar üçün sərf edir ki, gəlsin də, nə olacaq ki? Mən onsuz da güclüyəm. Amma müdafiədə dayanan insanlar üçün əlbəttə böyük problemdir. Çünki onlar onsuz da güclə həyatda yaşayırlar. İndi biraz da bu da bir tərəfdən gəldi də belə deyim. Amma belə götürsək mən razıyam, yəni deyirəm. Deyək, Akşin müəllim, sizin fikriniz maraqlıdır. Bu yəqin ki, bu başlanğıc mərhələsindədir deyə bu qədər enerji sərf olunur, amma əgər biz Nofel bəyin sözlərinə inansaq, onun vədlərinə inansaq, demək zamanla süni zəka özün susuzla işlədə biləcək. Yəni bura gəlib çıxacaq. Amma burada bir məsələ var. Mən daha çox bunun süni zəkanın fayda anlayışına bir toxunmaq istəyirəm. Əslində süni zəka bizim üçün yeni, hətta bir süni zəka mütəxəssisinin dediyi bir söz var ki, bizim yaratdığımızı yenidən emal eləyir. Yəni süni zəka insanın bacarmadığı, insanın eləyə bilmədiyi, fərqli, tamamilə yeni olan heç bir fəaliyyətlə məşğul deyil. Bizim emal elədiyimizi, bizim yaratdığımızı təqlid eləyir. Söhbət burada ortalığa çıxır ki, bu təqlidə bu qədər enerji xərcləməyə dəyərmi? Yəni bir var ki, bir məhsul yaranır, bir insanların həyatının düzdür, o bəzi rəqəmsal dünyada bəzi işləri süni zəka daha sürətlə həll eləyir. Tutaq ki, iri şirkətlərin, transmilli şirkətlərin mühasibat tutaq ki, sistemidir, digər məsələlərdir. Bu daha effektiv həll eləyir, bu təchizat zəncirində daha effektli işlər görür. Amma ümumi insanlıq nöqteyi baxsaq, o təqliddən ibarətdir. Əslində bu süni zəka üçün də yeni bir şey deyil. Yaradıcılıq özü insanın özündə də təqlid məsələsidir. Yəni bizə modernizmə qədər insan təbiəti təqlid eləyirdi. Forma olaraq, məzmun olaraq təbiətdə baş vermiş hadisələri insan götürüb ondan əsərlər yaradırdı. Ondan cihazlar yaradırdı. Məsələn, burada gənclərin elə bizim özümüzün də oxuduğumuz şeirlərdə tutaq ki, aşiqin bir sözü var idi. Şair onu deyirdi ki, göz yaşlarım sel oldu. Bu sel anlayışı şeirə hardan gəlirdi? Metafor olaraq, təbiətdən gəlirdi. Yəni bu şəkildə hətta dinlərin özündə, mifologiyanın özündə tanrıların təbiət hadisələri ilə eyniləşdirilməsi, şimşəklə eyniləşdirilməsi, dəniz tufanı ilə eyniləşdirilməsi. Yəni biz indiyə qədər insan zəkası təbiəti təqlid eləyib ondan sənət əsəri düzəldirdi. Bu gün süni zəka insanı təqlid eləyib ondan nəsə düzəldir. Və burada bir məsələ ortalığa çıxır. Yəni insanla süni zəkanın yaradıcılığındakı sual məsələsi. Məsələn, bu çox önəmlidir. İnsan nə yaratdığını bilir. Əvvəlcə insan beyni, insan zəkası nə sualına cavab axtarır, nə yaratmalıyam. İkinci sual gəlir. Nə üçün yaratmalıyam? Üçüncü sual gəlir. Necə yaratmalıyam? Yəni təbii zəka bu üç suala verilən cavabın ortalığa çıxartdığı məhsuldur. Süni zəka nə yaratdığın bilmir. Yəni musiqi bəstələyir, amma bilmir ki, o musiqidir. Rəsm əsəri çəkir, amma bilmir ki, bu rəsm əsəridir. Nə üçün yaratdığın bilmir. Süni zəkanın bircə dənə bacardığı iş, təbii zəkaya yaxın olan bacardığı iş necə yaratmaqdır. Yəni süni zəka təqlid prosesində insandan, təbii zəkadan öyrəndiyi, cavab verdiyi bircə dənə sual var. Necə yaratmaq? Mühasibatlıq sistemin necə belə qaydasına salmaq? Amma nədən ötürü bunu eləmək? Nə üçün eləmək? Yəni bu suallar
süni zəka özü özünə verib oradan nəticə çıxarda bilmir. Bu bir. İkincisi, süni zəka haqqında biz elə danışırıq ki, güya süni zəkanın bizə verdiyi cavablar, süni zəkanın bizim xidmətimizdə göstərdiyi hər şey onun özünə məxsusdur. Süni zəka bir baza var, insanın yaratdığı bir baza var. O sadəcə bizim verdiyimiz əmrə uyğun olaraq o baza əsasındakı o ən uyğun cavabları sürətli şəkildə bizdən kopyalayıb, plagiatdır bu. Yəni süni zəkanın bizə verdiyi cavablar vaxtilə bizim bir-birimizə verdiyimiz cavablardır. Süni zəka sadəcə buradan ən uyğunları plagiat eləyib öz adından, yəni bir alət kimi, bir elektronik vasitə kimi öz adından bizə təqdim edir. Məsələn, mən müşahidə eləyirəm sosial şəbəkələrdə. Artıq insanlarda belə bir algı formalaşıb ki, süni zəkanın özünün bir zəkası var, orijinal fikirləri var və o bizim verdiyimiz suala, məsələn, tutaq ki, fala baxanlar var süni zəka ilə. Bu artıq mistik dünyanı da görə və izah eləyə bilir. Xeyr, biz indiyə qədər ki, mistik dünya haqqında bizim taleyimizi, bizim həyatımızı belə deyək də yönəldən mistik dünya haqqında orada müxtəlif sosial şəbəkələr vasitəsilə, elmi məqalələr vasitəsilə, kitablar vasitəsilə öz informasiyamızı yükləmişik ora. Bizim verdiyimiz sual əsasında o bizim mistik informasiyamızdan oğurluyur, belə deyək, plagiat eləyir və onun əsasında bizim üçün bir cavab hazırlayır. Bu orijinal zəka deyil. İnsanın zəkasının, təbii zəkanın bir özəlliyi var ki, burada ideya ürətmək, törətmək sonsuzdur. Yəni, məsələn, sizə sənətdən bir dənə nümunə deyəcəm. Məsələn, Renesans dövründə rəsm əsərlərində simmetriya anlayışı öndə idi. Yəni, rəssamlar istəyirdilər ki, öz ideyaların sənətin çəkdikləri tablonun önünə qoysunlar. Baxan kimi biz bilək ki, tutaq ki, Rembrandt burada nə demək istəyir? Və bu, insan bir yerdə hiss elədi ki, bu tükənib artıq. Yəni, bu ideya baxımından, bu simmetriya üzərində çəkilmiş sənət ideyası tükənib. Çox qısa müddətdə bilirsiniz nə yarandı? Barokko üslubu yarandı. İtalyanlar niyə görə Renesansda simmetriyaya müraciət edirdilər? Çünki Roma mühəndislik məktəbi var idi. Orada riyazi ölçülər var idi. Ona görə də Renesans İtalyan məktəbi idi deyə orada simmetriya güclüydü. Barokko üslubu ortalığa çıxdı. Bunlar dedilər ki, xeyr, yəni insan zəkası yeni ideya ürətdi. Ki, belə olmaz. Biz ideyanı, biz əsərin ideyasını əsərin önündə yox, arxasında dərinlik anlayışı gətirdi. Barokko üslubu sənətə dərinlik anlayışı gətirdi. Zəhmət çəkəcəkdi insan bu sənəti anlamaqdan ötürü orada işıq və kölgənin münasibətləri ilə yaradılmış dərinliyə baxacaqdı. Və barokko niyə bundan imtina elədi? Çünki barokko fransızların idi. Onlar İtalyan məktəbinə qarşı çıxdılar və əyri-üyrü, elə barokko sözünün mənası da Portuqalcadan əyri-üyrü deməkdir. O anlayışı gətirdilər. Biz məsələn insanı, təbii zəkanı tamamilə kənara qoysaq ki, artıq süni zəka təqlid yolu ilə bizim istədiyimiz estetik ehtiyaclarımızı təmin eləyə bilir, mədəniyyət ideya tükənməzliyinə girəcək. Süni zəka yeni, bax o dediyim kimi, o tükənən kimi yeni ideya yaratdılar. Məsələn, gəldi 20-ci əsrdə hətta modernistlər dedilər ki, ümumiyyətlə sənət adamı təbiəti təlqin eləməkdən imtina eləməlidir. Təbiətin bizə verdiyi formaları təlqin eləmək sənətkarlıq deyil. Malevich qara kvadratı çəkdi. Qara kvadratın mənası nə idi? Qara kvadratın mənası o idi ki, biz bu vaxta qədər bütün formaları təbiətdən alırdıq, təbiətin hesabına şair idik, təbiətin hesabına rəssam idik, bundan imtina eləyirik. İndi insan sıfır nöqtəsindən, yəni sıfırlanmış təbiət formalarından, məzmunlarından bu tərəfdə görək özümüz nə yaradacaq. Ona görə də o qara kvadrat heçliyin ikonası idi. Yəni biz heçləşdirdik. Bu günə qədər 2500 ildir, 3000 ildir, 5000 ildir mədəniyyət təbiətdən oğurluyurdu. Təbiətin plagiatı idi. Biz bunu sıfırladıq. İndi görək insan özündən hansı formanı yaradacaq.
Suprematizm məsələn başladı o cərəyan, başladı yeni formalar yaratmağa. Amma hara istinad elədi? Evklit həndəsəsinə. Yəni yenə də qayıtdı, özündən 3000 il əvvəl, 2500 il əvvəl olan bir həndəsənin belə ölçülərini gətirdi, yaradıcılıq sahəsinə tətbiq elədi. Yəni insanın, təbii zəkanın belə bir özəlliyi var ki, təbii zəkada gözlənilməzlik şeyi var. Süni zəkada belə bir şey yoxdur. Süni zəka bizi gözlənilməz heç nə ilə üz-üzə qoya bilməz. O bizə nə təqdim eləsə, biz onun mədəniyyət tarixində izin tapacağıq. Elədirmi Nöfər müəllim? Qismən elədi. Tam da elədi. Hələ ki elədi. Bundan sonra elə olacaqmı deyə bir şey yoxdur. Bayaq da qeyd elədiyim kimi. Ümumiyyətlə biz məncə yaradıcılığa bir sual verərək baxmalıyıq ki, yaradıcılıq nədir? Çünki konkret bir düsturu yoxdur. Amma Steve Jobs məsələn deyir ki, yaradıcılıq nöqtələri birləşdirməkdir. Yəni bu o deməkdir ki, var olanı birləşdirib ortaya yeni bir şey çıxarırsan. Yəni bunu süni zəka eləyə bilir hal-hazırda. Düzdür, tam da insan zəkası qədər yaradıcı ola bilməsə də, bu yaradıcılıq da getdikcə inkişaf edir, yəni təkamül edir. Gələcəkdə daha da yaradıcı ola bilər süni zəka. Yaxşı, bu süni zəka yaradıcı olacağı zaman bu incəsənət, dil sahəsində dominant rol almağa başlasa, bu mədəni kimliklər üçün nə deyəcəyik? Nöfər bəy bayaqları bir Füzulidən nümunə gətirdi ki, süni zəka Füzulinin qəzəlini yarada bilmir. Bu dillə bağlı olan bir məsələdir. Yəni Füzuli dilində kifayət qədər süni zəkanın əlinin altında baza olsa, çox rahat şəkildə Füzuli qəzəlini yaza bilər. Sadəcə Füzuli dilində baza yetəri qədər baza yoxdur, ancaq Füzulinin özüdür. Ondan bir şey çıxarda bilmir. Çünki bazı çox azdır. Bu qaldı ki, milli kimlik məsələsi ki, bu süni zəka tutaq ki, bu milli kimliyə necə təsir göstərəcək. Mən düşünürəm ki, bu məsələdə süni zəkanın elə də bir belə deyək də bu anlayışlara təsiri olmayacaq. Niyə görə? Çünki bu gün dünyada milli kimlik məsələsi süni zəka olmadan belə müzakirə olunan məsələdir. Məsələn, biz bu yaxınlarda bir müsahibə Moddi Tarix deyə bir İngiltərə Universitetinin professoru bu multikulturalizmlə, milli kimliklə bağlı müsahibəsini çap eləmişdi. Məsələn, ingilislər artıq belə bir anlayış düşünüblər. Multikultural millətçilik. Yəni milli kimlik məsələsi belə deyək də, süni zəkanın ixtiyarına buraxılmamış məsələdir. Bu mədəni kimliyə qalanda düzdür. Məsələn, bax orada bizim bir cəmiyyət olaraq artıq düşünməyimiz lazımdır. Biz rəqəmsal dünyada Azərbaycan mədəniyyətinin ərazisi nə qədərdir? Əgər bizim Azərbaycan mədəniyyətinə və yaxud digər Monqol xalqının mədəniyyəti, əgər biz süni zəkanı virtual dünyada özümüzün mədəni ərazimizi yaradıb, orada özümüzə virtual vətən yarada bilsək, əlbəttə ki, bizim orada bir kimliyimiz olacaq. Amma bu günləri, məsələn, Azərbaycan uşaqları, tutaq ki, azyaşlı uşaqlar, süni zəkanın ən çox üst tutduğu hansı ölkə xalqların mədəniyyəti? Ən çox Anadolu rəqəmsal dünyasına üst tuturlar. Rus dillilər də Rus, biraz İngilis dili az çox bilənlər də İngilis dili belə deyək, məkana üst tuturlar. Yəni biz bu gün virtual məkanda Azərbaycan deyilən bir ölkə yoxdur. Bəli, əgər bizim siyasətimiz, bizim strategiyamız belə olsa ki, biz real dünyada vətənimiz olduğu kimi virtual dünyada da özümüzə bir vətən yaradaq, buna sərmayə yatırsaq, əlbəttə ki, burada Azərbaycan uşağın heç bir milli kimlik problemi gözləmir. Amma indiki hal-hazırda biz sosial şəbəkələrimizdə başqa xalqlar üçün uşaqlar böyüdürük. Orxan müəllim, sualım burada sizə olacaq. Akşit müəllim qeyd etdi ki, süni zəkanın Füzuli dilində yetəri qədər bazası olsaydı, bəlkə də Füzuli kimi şeir yaza bilərdi. Siz nə düşünürsünüz? Təbii zəkanın Füzuli dilində yetəri qədər bazası olmasının, həmin o təbii zəkanın Füzuli dilində əsər yaratması, qəzəl yazması nə qədər realdır? Deməli, bu yaxınlarda, təxminən bir ay öncə xaricdə 2 investor mənə müraciət elədi ki, bizim uşağımız da olur, onu sənə veririk, onu sıfırdan dahil.
Yəni belə bir maraqlı layihədir. Uşaq doğulur, indi uşağın 3 aylıqdır. Sən sıfırdan onu dahil etməlisən. 7 yaşına kimi bu olmalı dünya tarixinin ən böyük dahiləri. Dedim, okey, mümkündür. Sonra mən dedim, hələ hə, yox deyə bilmirəm. Sonra yox dedim. Dedim, müvəqqəti olaraq yox deyirəm. Bəlkə 6 aydan sonra başlayarıq. O mənə dedi ki, Orxan, sən əslində hə demək istəyirsən. Bilirsən nəyə görə? Falan səbəblərə görə. Çünki sən həmişə dahi yetişdirmək arzusunda olmusan. Sənin daxilində bir hiss deyir ki, sən bunu istəyirsən və bu sənin həyat amalı uyğundur. Dedim, qulaq as, sən bunu hardan bilirsən? Götürüb o mənim haqqında olan bütün bilikləri internetdən yığıb süni zəkada götürüb ayrıca bir topik açıb belə. Deyirsən, Orxan İbadov olsaydı, misalda sənə maraqlandıran 3 məsələ nə olardı? Mən gördüm ki, özüm cavab vermişəm. Dedim, qardaş, sən çox belə... Yəni, mən dedim də, dedim, sən hardan bildin ki, dedim, mən bunu düşünmürdüm indi ki, mən nəyə görə? Çünki mən ona hə dedim, yox dedim. Yəni, dedim ki, mən bilmirəm, mənə vaxt verir, mənim başqa işlərim var. Hətta mən təlimlərimi dayandırdım. Dedim, yox, o dedi, sənə yox deməyimin səbəbi. Görürüm, çox fantastik cavab vardı. İndi hələ bu, mənim internetdə bazam çox azdır da. İndi mən deyə bilmərəm ki, Füzulinin qəzəlini elə yaratmaq olar, amma görünən odur ki, olarmış, elə görsənir. Amma bilmək olmur. Söz ehtiyatı azdır deyə, məsələn, mən özüm də Füzuli kimi qəzəl yaza bilmərəm. Çünki o sözlər məndə yoxdur. O Aytmatovun bir sözü var da, deyir ki, bəzi şeylər var ki, onları ifadə eləmək qeyri-mümkündür. Niyə görə? Çünki onları ifadə eləmək üçün dilimizdə söz yoxdur. Yəni Füzuli qəzəlin biz də təbii zəkayıq biz. Füzuli qəzəlin biz də yaza bilmərik. Çünki o əlimizdə o dil yoxdur, o material yoxdur. Bir də üzr istəyirəm, burada Füzulinin yazdığını biz oxuyanda biz Füzulinin düşündüyünü oxuya bilmirik də. Biz onun yazdığını oxuyuruq. Deyək ki, biz Aristotelin əsərini də oxuyanda biz onun verdiyi ilə bizim aldığımız ayrıdır. Arada söz var, söz limitli bir məsələdir. O sözlərdən keçir, onun süzgəcindən keçir. İndi deyə bilərsiniz ki, hə, bu süni zəkanın limitli olduğunu göstərir. Amma bizdən ki, yaxşı oxuyursam süni zəka Aristoteli. Ona görə mən razı olaram ki, Aristoteli o oxusun, mənə raport verirsin. Nəinki mən oxuyum, raport verim. Hər halda məndən daha yaxşı analiz edir indiki mərhələdə. Amma belə deyək də, İskəndərin həyatını o məndən daha yaxşı analiz edirəm. Mən çünki mən ona belə deyək də, canımı qoymuşam 1-2 il. Burada gəl strateji olasan ki, hansını sən outsource eləmək istəyirsən süni zəkaya, hansını özündə saxlamaq istəyirsən? Məncə analiz eləmə məsələsinə çox güclüdür. Hətta insanı demək olar ki, keçib sırf analiz məsələlərində, texniki məsələlərdə ümumiyyətlə insanın zəkasından üstündür artıq. Məsələn, 2019-cu ildə bir məsələn deyim, Go adlı bir oyun var dünyada. Yəqin ki, hamı bilir bunu. Şahmat kimidir, amma şahmatdan daha çətindir. Uzaq şərq ölkələrində məşhurdur. Bu oyunun, məsələn, bu oyunu Go oyunun AlphaGo adlı bir süni zəka botu dünyanın ən güclü Go oyunçusuna qarşı oynayıb və qalib olub. Yəni qalib olmağı bacarıb. Go oyununda bir gediş eləmək üçün yüz minlərlə ehtimal var. Məsələn, bu oyunda onun, yəni süni zəkanın qalib olması onu göstərir ki, həqiqətən də onun strateji düşünmə qabiliyyəti insandan çox güclüdür. Amma təbii ki, strateji düşüncə qabiliyyətinin güclü olması o demək deyil ki, hər şey onun öhdəliyində olacaq, indi və yaxud da gələcək zamanda. Yenə də burada insan müdaxiləsi mütləqdir. Çünki o süni zəka nə qədər ağıllı olsa da, yaddaşı güclü olsa da, strategiyası güclü olsa da, onun insan tərəfdən olmayan, insansı olmayan yönləri var. Məsələn, əxlaq normaları ola bilər, vicdan ola bilər, mərhəmət hissi ola bilər və yaxud da digər insana xas olan, amma o dəmir parçasına xas olmayan xüsusiyyətlər var. Maraqlı. Bir əlavə edə bilərəm qısa. Əlbəttə ki, buyurun. Mən özüm onlayn marketinqlə çox məşğulam. Deməli, orada Russell Brunson adlı bir marketer var ki, onu bir neçə ildir izləyirəm, birbaşa görüşmüşük və tanıyıram, onun şəxsiyyətinə bələdəm. Onun bir kitabını oxumuşdum və onun əsasında mən bir proqram hazırlamalıydım. ChatGPT 100% onu tanıyır, hətta o kitabları oraya yükləyib. Yəni, dünyada 100 minlərlə insan hər halda onun adını oraya yazıb. Mən görürəm ki, mən kitabını oxuduğumdan onun mənə verdiyi məsləhətlər arasında keyfiyyət fərqi var. Və hətta mən onu əhləşdirirəm ki, yox da, burada trafik buradan gəlməlidir, filan. Və nəticədə onun əsasında mən bir məhsul ortaya çıxartdım. Sonra müqayisə edib, gördüm ki, mən deyən gəlir gətirdi, o deyən gətirmədi. Amma mən tanımadığım bir yazısının əsərini ora qoysam, artıq ona güvənəcəm ki, çünki o da bələd deyiləm, aydındır. Maraqlıdır. Bu mərhələdə bir maraqlı bir fakt yenə nəzərinizə çatdırmaq istəyirəm ki, ABŞ-da aparılan tədqiqatlara görə bəzi AI sistemləri xərçəngin diaqnostikasında radioloqlardan daha yüksək dəqiqlik göstərir.
Süni zəka artıq xəstəxanalarda real qərarların bir parçası halına gəlib. Bu vəziyyətdə təbii zəkanın rolu nə olacaq? Tamamlayıcı, yoxsa əvəzlənən? Mən düşünmürəm ki, süni zəka hər hansı bir problemin həllində bizim təbii zəkanı ötə biləcək. Niyə görə? Məsələn, bu gün süni zəkanın əlində bütün informasiya var, bütün baza var. Tutaq ki, məsələn, bizim ölkəmizin, qırağa çıxmıram da, bir xeyli sosial problemləri var. Süni zəka bizə bu problemlərin həllində niyə heç bir şey təklif eləyə bilmir? Niyə məsələn biz süni zəka vasitəsilə hər hansı bir sosial problemimizin həllinə belə deyək, çarə tapa bilmirik? Çünki çox rahat şəkildə məsələn o mistik belə deyək də güclərin varlığı haqqında müxtəlif təlimlər var. Amma siz fikir verin ki, bu günə qədər tarixdə mistik güclərin təsiri ilə hər hansı bir problem həll olunmuyub. Yəni problem həll olunubsa, rasional insan təfəkkürünün əldə elədiyi, çıxartdığı nəticələr, verdiyi qərarlar nəticəsində həll olunub. Yəni süni zəkandan istifadə eləyib bu gün təhsilimizdə olan, səhiyyəmizdə olan, əgər süni zəka bu qədər analiz eləyib bizə doğru dürüst qərar verə bilirsə, biz niyə görə öz real həyatımızdakı problemləri bunun vasitəsilə aradan qaldıra bilmir? İkinci o xərçənglə, tibblə bağlı məsələ ola bilsin ki, orada o dediyimiz kimi yaddaşının sürəti hesabına 100 minlərlə internetə yerləşdirilmiş xərçəng haqqında yazılmış məqalələr hesabına o hansısa bizi sürətdə üstələyə bilər. Tutaq ki, məsələn, mən indi özüm istifadə eləmişəm deyə mən öz yaradıcılığımdan sizə nümunə göstərəcəm. Məsələn, mən bir romanda bizim Məmməd Əmin Rəsulzadənin obrazını yaratmaq istəyirdim. Amma bu obrazı elə yaratmaq istəyirdim ki, orijinal olsun. Mənə qədər yazılmış, mənə qədər mətbuatda çap olunmuş, kitablarda çap olunmuş Məmməd Əmin olmasın. Mənim Məmməd Əminim olsun. Mən ona istər-istəməz süni zəkaya müraciət elədim ki, Məmməd Əmin haqqında mənə bilgi versin, informasiya versin. Süni zəkanın, özü Azərbaycan türk dilində və Azərbaycan dilində mən yoxladım bunu. Bir dayanacaqda bir insan Məmməd Əmin Rəsulzadə haqqında nə bilə bilərdisə, nə danışa bilərdisə, təsadüfi bir adam. Süni zəka mənə o qədər informasiya verdi. Yəni, biz süni zəkanın əlində olan informasiyalarla, biz süni zəkanın bu informasiyadan hansı ideyanı çıxardacaq? Bu çox önəmli məsələdir. Yəni burada bilirsiniz söhbət nədən gedir? İnsanın çıxartdığı ideyaların arxasında bir şuur altı və tale məsələsi var. Məsələn, yaradıcılıq prosesi 95%, 90% şuurla bağlı məsələ deyil. İntellektlə bağlı məsələ deyil. Yaradıcılıq prosesi şuur altı ilə bağlı məsələdir. Süni zəkanın belə bir imkanları yoxdur. Məsələn, biz bir insanın obrazını yaratmaqdan ötürü yazıcı. Tutaq ki, mən Qismət Rüstəmovun obrazını yaratmaqdan ötürü bədii ədəbiyyatda mənim bircə dənə yolum var. Mən bir yazar olaraq Qismət Rüstəmovun şuuraltısına girib oradan çıxış eləməliyəm. Yaratdığın obrazın şuuraltısına girməlisən. Və bu şuur özün də hətta, məsələn, indi bayaq biz söhbət eləyəndə ortalığa çıxdı ki, kağızla işləyəndə və yaxud hər hansı bir yaradıcılığın belə deyək, texniki tərəfləri ilə işləyəndə qəfil ağlımıza ideyalar gəlir. Qəfil hardan gəlir o ideya? Göydən gəlmir ki, o bizim şuuraltımızdan gəlir. Yəni süni zəkanın belə bir özəlliyi olmadığına görə, şuuraltı informasiyaya malik olmadığına görə, onun əlində olan informasiya hamısı şuurun süzgəcindən keçmiş, şuura xas olan informasiya olduğuna görə o ideya yarada bilmir. Bu yaxınlarda Harvard Business Review-nun bir tədbirində Sərdar Turan, Harvard Business Review-nun genel müdürü öz digital ekizindən istifadə etmişdi. Həm səsini kopyalamışdı, həm verilən suallara tam onun kimi cavab verdi, həm onun kimi sual verildi. Yəni artıq məncə bir müddət sonra bu auditoriyada biz yox, bizim digital ekizlərimiz oturacaq. Bundan artıq qorxmağa dəyərmi? Bugünə qədər yaradılan istənilən texnologiyanı götürsək, həm mənfi tərəfləri, həm də müsbət tərəfləri var, bu məlumdur.
və hər bir yeni texnologiya çıxanda insanlarda bir ön yarğı olub həmişə ki, bu texnologiya çıxdı, artıq bizim sonumuzdur, fəlakət yaxınlaşdı. Süni zəka da həmçinin bu texnologiyalardan biridir ki, insanlar ön yarğılı yaxınlaşır və deyirlər ki, bizim artıq sonumuzu gətirdi bu. Amma mən belə düşünmürəm həqiqətən də. Yəni mən bütün texnologiyalar kimi süni zəkaya da yanaşmam belədir ki, o bizim bir köməkçi kimi gəlib bizə yaradılıb. Bizim gördüyümüz işlərdə, istər işgüzar həyatda olsun, istər şəxsi həyatımızda olsun, istər yaradıcılıqda olsun, gördüyümüz hər bir işdə bizə köməkçi kimi, köməkçi funksiyasını daşıyır. Əsas məsələ odur ki, biz o süni zəka ilə əl-ələ tutub gələcəyə doğru addımlayaq. Yəni nə süni zəka olmadan gələcək olsun, nə də insan olmadan gələcək olsun. Yəni mən bunu istəyirəm. Elə bir sualım da tam gələcəklə əlaqədar idi. Əgər 2050-ci ildə dünyanı süni və təbii zəka birlikdə idarə edəcək bir sistem formalaşarsa, ki burada mənim şəxsi düşüncəm vicdan çox vacibdir. Yəni vicdan tərəfi o süni zəkanı tənzimləyəcək bir model halına gəlməlidir. Sizcə hansı prinsiplər bu sistemin təməlində olmalıdır ki, bəşəriyyət inkişaf etsin, yox olmasın? Mən sənət nöqteyi nəzərindən demək istəyirəm. Yəni çünki bu süni zəka məsələləri ortalığa çıxanda, məsələn, keçən il Cambridge Universiteti beyin çürüməsi anlayışının ilin sözü seçdi. Və bu cür artıq neqativ bu rəqəmsal dünya prosesin irəliləməsi artıq müasir ludçuları ortalığa çıxardı. Bu 19-cu əsrin əvvəlində, ortalarında daha doğrusu dəzgahların yaranması dövründə bir Ned Ludd deyə bir ingilis var idi. Onun tərəfdarları vardı. Girib dəzgahları sındırırdılar falan. İndi süni zəkanın, bu rəqəmsal texnologiyanın da ludçuları çıxıblar ortalığa. Və bunlar əsaslandırırlar ki, əslində təbii zəkadan imtina, təbii zəkanın funksionallığının süni zəkanın üzərinə qoyulması artıq yaşadığımız dövrdə beyin çürüməsi ilə belə deyək, nəticələnməyə başlayıb. Yəni artıq insanlar təkcə əmtəə istehlakçısı deyillər, fikir istehlakçısıdırlar. Yəni bu artıq özləri bir məsələ haqqında, bir o özlərini düşündürən sual haqqında öz beyinlərini yorub cavab axtarmırlar. Əl altında olan və yaxud süni zəka texnologiyaları ilə, digər sosial şəbəkə texnologiyaları ilə hazır cavablar istəyirlər və bu da yavaş-yavaş insan beyninin çürüməsinə, funksionallığının yoxa çıxmasına gətirib çıxardacaq. Bunu biz yox, bunu universitetlər, yəni Avropanın, Amerikanın məşhur universitetləri artıq bu həyəcan təbilini çalırlar. Amma burada sənət nöqteyi nəzərindən o Roland Barthes'ın foto haqqında dediyi bir fikir yadıma düşdüyümdür. Roland Barthes foto haqqında deyirdi ki, yəni fotoda bizi özünə cəlb eləyən şey fotoda gördüyümüz qəribə bir yaşanmışlıq duyğusudur. Hər foto öz dövründə, öz zamanında yaşanmış həyatın, emosiyaların duyğusunu bizə ötürür. Faktiki süni zəka məhz onu fotodan silib təmizləyir. Filtrləyir, yaşanmışlıq deyilən şey, taleh deyilən şey fotodan silinir. Bizə təqdim elədiyi hər bir görüntüdən insana lazım olan, insanın yaşadığı və xatırlamaq istədiyi şeyi silir. Bunu Roland Barthes da o vaxt foto və belə deyək də o digər əsərlər haqqında demişdi. Ona görə bizim burada əsas məzmunumuz yaradıcılıqda, insan yaradıcılığında süni zəkaya nə qədər etibar etməliyik? Mən bu suala cavab axtarmaq istəyərdim. Çünki bayaq dediyim kimi o Nietzsche də o vaxt əsərlərin birində demişdi ki, yaradıcılığın üzə çıxmağından ötürü şuur ölməlidir. Şuur ölməlidir ki, bizim alt şuurda bütün tarix boyu insanlığın həyatına yığdığımız informasiya rahat şəkildə üzə çıxıb yaradıcı ideyalara çevrilə bilsin. Rasional beyin sönməlidir, rasional beyin sönməlidir, emosional beyin, o alt şuurdakı instinktiv beyin informasiya üzə çıxmalıdır. Süni zəka bunun bizə tam əksini deyir. Yəni süni zəka bizi vadar eləyir ki, daha doğrusu hələ bu təqlid elədiyi mərhələdədir ki, sizin alt şuurunuzun, sizin bu günə qədər ki, insanlıq tarixinin, yaşantılarının hansı ideyalar gətirəcək bizim üçün maraqlı deyil. Biz artıq bu əlimizdə olan ideyalar əsasında
özümüzün etik, estetik ehtiyaclarımızı ödəyə bilərik. Mən burada təbii zəkanın tərəfini ona görə saxlayıram ki və saxlamağa da məcburam ki, təbii zəka bizi mütəmadi olaraq yeni ideyalarla təmin eləyəcək. Bu ideyaları hardan alacaq? İnsanlığı şuur açısından. O şeydən ki, süni zəkada heç vaxt olmayacaq. Nofel müəllim, nə düşünürsüz? Hansı prinsiplər bəşəriyyətin inkişafına daha çox dəstək verəcək? Prinsiplər məsələsinə qalsa, yenə də qeyd edirəm, süni zəkada olmayan, insanda olan bəzi xüsusiyyətlər, xarakteristikalar var ki, süni zəkada yoxdur. Məsələn, əxlaq, bayaq da qeyd elədim ki, əxlaq normalardır, vicdandır, mərhəmətdir, etikadır. Yəni bunlar süni zəkada yoxdur. Amma süni zəkanın bizdən güclü olduğu tərəfləri də var da. Deməli, o tərəflər daha da inkişaf eləyəcək gələcəkdə. Yəni mən belə görürəm, gələcəkdə daha da inkişaf eləyəcək süni zəka və bizim gördüyümüz işlərdə bizə maksimum köməkçi olacaq. Biz isə sadəcə süni zəkanı istiqamətləndirən, yönləndirən bir varlıq olaraq həyatımıza davam edəcəyik. Biraz əvvəl Akşin müəllim qeyd elədi ki, plagiatdır və bizi kopyalayır, bizim düşüncələrimizi kopyalayır, fikirlərimizi kopyalayır. Prinsiplərimizi də kopyalaya biləcəkmi? Dəyərlərimizi də kopyalaya biləcəkmi? Dəyər elə bir şeydir ki, yenə qeyd edirəm, insana məxsus olan bir şeydir. Onu təkrarlamaq o qədər də məntiqli bir şey olmaz. Yəni çünki onu təkrarlasa orada səhv qərarlar verə bilər. Yəni hər şeyi süni zəkanın öhdəliyinə buraxmaq olmaz. Bayaq qeyd elədiyim kimi, məsələn, resept yazır süni zəka, biz onu dəfələrlə yoxlamalıyıq, həkimə müraciət etməliyik. Yəni orada və yaxud da hakim bir qərar verirsə, orada artıq onun qanundan əlavə bir vicdan məsələsi də olur ki, o da araya girir. Belə. Yəni Nofel də biz tərəfə gəlir yavaş-yavaş. Yox, təbii ki, mən burada süni zəka tərəfindən çıxış eləməyim o demək deyil ki, hər şeydə süni zəkanı üstün saymalıyıq. Yəni reallıqlar da var. Amma heç vaxt demək olmaz, bayaq da qeyd elədiyim kimi elə şeylər var ki, biz heç vaxt demişik, amma bizə möcüzə kimi görünüb, ancaq bu günlər reallaşır. Məsələn, 100 il bundan qabaq bir insana desəydi ki, buradan mesaj yazırsan, bir saniyə Amerikaya gedib çatır və yaxud da bir prompt yazırsan, sənin üçün bütün işgüzar fəaliyyətini tənzimləyir. Heç kim inanmazdı həqiqətən də. Bu bizə möcüzə kimi görünə bilərdi. Amma bunlar hamısı yavaş-yavaş reallaşır və gələcəkdə görək bizi nələr gözləyir, maraqlıdır. Orxan müəllim, siz nə düşünürsünüz? Həm qeyd etdiyim sualın cavabı ilə bağlı, həm də növbəti bir sual da verəcəm. Bu qərarların məsuliyyəti, yəni süni zəka qərarlar verəcək və bu qərarların məsuliyyəti kimdə olacaq? Açığı mənə o qədər maraqlı deyildi, onun məsuliyyəti kimdə olacaq. Çünki hər kəs öz həyatı maraqlıdır. Bir də ki, onun yaşadığı ölkənin taleyi, uzaqbaşı köçdüyü ölkənin taleyi, deyək ki, İspaniyası ilə soran taleyi. O suallar daha çox, nə bilim, sosioloqların və bu tip işlərlə məşğul olan insanların marağındadır. Amma mən burada bəzi məsələlərlə, belə deyəlim, ki, ortada qalmışam da, bir də maraqlayan. Əvvəla, bizim şuuraltımız, ən azından özümdən danışıram, belə də xüsusi qeyri-adi orada heç nə yoxdur ki, ona süni zəka verməyən. Yəni, böyümüşük bir məhəllədə, elə eyni şəkillər, eyni insanlar, oradan gəlmişik məktəbə, eyni müəllim, eyni dərs. Universitetdə uzaqbaşı ilə bir-iki müharibə eşitmişik, sonra getmişik arası. Onların hamısının süni zəka prinsipi dərk edə bilər. Və ya uşaq vaxt, yəni öz tərəfindən deyirəm də, bəlkə Məhəllədə arxitiplər dünyasında yaşamayıbsınız axı. Belə deyək də. Şuuraltı arxitiplərdir. Mən süni zəkadan soruşuram ki, mən haqqında nə düşünürsən? Baxıram, sonra mən belə rahat ağlayan adam deyiləm də. Görürəm ağlamağım gəlir də. Bu fakt ki, məni dedi də. Yəni o qədər rahat deyil ki, çünki mən onunla çox yazışıram. Və deyim, sirlərimi də demirəm heç ona. Deyirəm ki, ta ki seminar keçirəm, bu seminarın məzmununu mənə hazırlayır. Hələ o cür məlumatın içində uzaqbaşı o məndən data götürüb hansısa yarışlardan kimisə dediyi haqqında. Bəlkə də mənim anamdan daha yaxşı məni təsvir elədi. Bu hələ ilkin mərhələdədir. Dediyim kimi, biz təbii zəkayıq. Özümüzü götürək, biz təbii zəkayıq. Bizim güclü olduğumuz tərəflər var, zəif olduğumuz tərəflər var. Süni zəka yoxsa təbii zəka sualı mənim də o qədər maraqlı gəlmir də. Mənim güclü olduğum cəhət yaradıcılıqdır. Hamımızın burada yaradıcılıq güclüdür. Deyək ki, süni zəka sıfırdan bir aksiyon yenisə yarada bilməz yəqin ki. Ehtimal ki, yarada bilməz. Yəni ən azı növbəti 10 ildə, 20 ildə görsənmir. Bəlkə də hansısa texnologiya çıxa bilər. Amma o mənim
yaradıcılığına mane olan və ya ona impuls verən işləri görə bilər də. Süni zəka mən həm də bir zaman uzantısı kimi, zamanı uzun ömürlük sirri kimi baxıram. Mən uzun ömürlük konfranslarına çox iştirak edirəm. Belə düşünün, mənim qərar verməyim nəyin əsasında baş verir? Tələbə yoldaşlarım, onların təcrübəsi, istər şəxsi, istər biznes. Özünüzə baxsaq görəcəksiniz ki, istər qarşı cins haqqında, istər biznes haqqında düşüncələrimiz əsasında biz formalaşmışıq. Amma mən deməli, indiyə kimi yaşamışam 35 il. Yəni, özümü dərk edən olsun 20 il. Amma süni zəka görə neçə min il yaşayıb. Onda olan datalar, mənə desəm ki, sən Aristotel, Platon və Pifagorun ortasında qalan bir insan kimi mənə məsləhət verir. Mən onu özümdən necə verim? Mən böyümüşəm 173 nömrə məktəbdə. Bakı Universiteti Hüquq Fakültəsi. Mənim datam onların əsasında gəlir də. Amma onun datası çox şey əsasında gəlir. Yəni süni zəkaya o gözlə baxmaq lazımdır ki, ömrü uzatmaq kimi. Bir də insanlar düşünürlər ki, onlar uzun ömür yaşayırlar. Deyək ki, 80 il. Əslində 80 il bir 10 dəqiqəsini yaşayıbdı o insan. Qalan 79 il onsa təkrardır da. Bob Proctor'un bir yaxşı sözü var. Deyir, insan var 80 il yaşayır. İnsan var eyni ili 80 dəfə yaşayır. Əslində belə baxanda bütün insanlar 80 dəfə yaşayır da eyni ili. Ona görə biz özümüzü çox da əslində, üzr istəyirəm ifadəmə görə, insan o qədər də ağıllı əslində məxluq deyil. İnsan zəkası da ağıllı deyil əslində. Süni zəka əslində bizim nə qədər ağılsız olduğumuzu da göstərir. Qəribə söz. Təşəkkür edirəm Orxan müəllim. Orxan bəy də mənim tərəfimə keçdi. Mən tərəf keçmirəm. Ümumiyyətlə belə götürsəz, özümüzə baxsaq gündəlik qərarlarda, hətta yaddaşımızda, misal olsun, mənim də yaddaşım zəifdir da. Yaddaş sarayı olmasaydı, mənim də yadımdan çıxacaq çox şey. Görürsünüz, beynimi uzatmasam, qərar vermə insanlar qərar verə bilmir. Mənim dostlarım var ki, bilmir, vəzifədə qalsın, yoxsa çıxsın. 10 ildir, yəni eyni məclis, eyni adam. ASTV-dən qalım, ASTV-dən çıxım. Mən prokurorluqda qalım, prokurorluqdan çıxım. Yəni qərar vermək gücü gör nə qədər zəifdir insan. Yəni insan özünə o qədər əslində biz elə, amma yaradıcı gücü insanın ən güclü cəhətidir. Fikir versə bayaqdan Hakim müəllim yaradıcı gücdən danışır, necə inandırıcıdır bizə. Süni zəka sanki orada zəif görsənir. Amma gəlin digər məsələlərdən danışsaq, biz zəif görsənirik. Ona görə də mən düşünürəm ki, insan yaradıcılığını zirvədə saxlamaq üçündür süni zəka. Qoy onun yaddaş bazası olsun, bilik bazası olsun. Mən yorulanda mənim yerimə qərar verirsən. Mənə oradan brainstorming eləsin. Deyirəm ki, ta ki sən təsəvvür elə Einstein-sən. Mənə bir məsləhət ver. Amma mən necə özümdən gəlir Einstein oxuyum. Təbii zəkanın bütün funksiyalarını həyata keçirməkdən ötürü süni zəka emosional varlıq olmağı da bacarmalıdır. Çünki bizim yaradıcılığımızın bütün bəşərin bütün dövründə daş baltadan tutmuş, qayaüstü rəsmlərdən tutmuş, ta bugünkü inkişafımıza qədər bizi narahat eləyən məsələlər bizim emosional varlıq olduğumuza görədir. Və biz emosional varlığı əldə etdiyimiz bilgi ilə birləşdirib özümüzə zəka düzəltmişik ki, qərar verə bilək. Ona görə də əgər Nofel bəygil bu süni zəkanı nə vaxtsa emosional duyğularla, hisslərlə təmin eləyə biləcəklərsə, onlar bir-birini sevə də biləcəklərsə, o süni zəkalar, onlar belə deyək də, qorxu, həyəcan hissləri keçirə biləcəklərsə, qərar verəndə eynən təbii zəkanın ədalət duyğusuna, vicdan duyğusuna, etik dəyərlərə söykəndiyi kimi söykənə biləcəklərsə, sözsüz ki, gələcəkdə artıq insanın sonrakı mərhələsi başlayacaq. Məsələn, biz kimlərin üzərində hakimiyyətə gəlmişik? Neandertalların. Biz neandertalları məhv elədik, sıradan çıxartdıq, homo sapiens yarandı. Nəyin hesabına yarandı? Dilin hesabına. Homo sapienslərin dilində söz çox idi deyə, bunlar informasiyanı bir-birlərinə aydın və sürətli şəkildə ötürə bilirdilər. Təhlükə hardan gəlir? Neandertalların dili az, söz bazası az idi deyə bunlar yubanırdılar. Ona görə homo sapienslər dilin zənginliyi hesabına neandertalları tarixin arxivinə atdılar. Əgər Ülvi bəyin dediyi kimi süni zəka özün duyğularla, emosiyalarla təmin eləyə biləcəksə, bizi gələcəkdə neandertalların aqibəti gözləyir. Onlar artıq olacaq imbot, nə bilim, nəsə ayrı bir insandan sonraki bir varlıqlar olacaqlar da. Mən belə düşünürəm, daha doğrusu oxuduqlarımdan bu qənaətə gəlmişəm. Tərcümə məsələsi, ilk öncə Ülvi bəyə çox təşəkkür edirəm mənimlə bağlı təəssüratlarına görə. O ki qaldı suala. Süni zəka sözünün tərcüməsi bəlkə də Azərbaycanda həqiqətən də hərfi mənada səhv ola bilər.
Amma bunun tarixçəsinə nəzər salsaq, çıxışımın öncəsində də qeyd elədim ki, Alan Turing adında bir ingilis riyaziyyatçısının ortaya atdığı fikir əsasında formalaşıb hər şey. Yəni 1956-cı ildə bu süni zəka termini lüğətə salınıb və əsas məsələ orada Alan Turingin elm dünyasına ünvanladığı sual idi ki, kompüterlər insan kimi düşünə bilərmi? Yəni burada süni zəkanın hiss edə bilərmi deməyib də. Hiss edə bilməz, bəli, əlbəttə ki, o insana xas olan bir duyğudur. Amma insanın o düşüncəsini ən azından təqlid eləməyi bacara bilərmi? Bax, əsas məsələ budur. Ola bilər ki, hərfi mənada yanlış tərcümə olub Azərbaycan dilində. Belə. Amma mən düşünürəm ki, gələcəkdə inşallah biz o sualı verərək başlamışıq da bu macəraya, süni zəka macərasına ki, bəs kompüterlər insan kimi düşünə bilərmi? İnşallah gələcəkdə süni zəkalar bir yerə yığışıb düşünməzlər də, yəni insanlar süni zəka kimi düşünə bilərmi? Yəni o səviyyəyə gəlib çatmaz inşallah. Ülvi bəyə bayaq dedi ki, bir yerdə oxumuşuq, amma belə xüsusiyyətini kəşf eləməmişik. Mən də kəşf eləməmişdim. Mən 22 yaşında sadəcə özümə bir yol seçdim ki, dünyada istənilən sahədə doğuşdan istedad olmadan belə sən o sahənin zirvəsinə qalxa bilərsən. Bəlkə də bəxtim gətirdi, bəzi ekspertlərlə tanış oldum ki, onlar dünyanın ən güclü ekspertlərini, hətta Mozart belə tədqiq ediblər. Və məlum olub ki, heç kim dahi deyil, sadəcə kimsə istəyərək və ya bilmədən bir prosesdən keçir. Yəni Mozartın atası hüquqşünas olsaydı, o gedib Mozart olmayacaqdı, belə deyək. O ki, qaldı süni zəka yoxsa təbii zəka, yenə deyirəm, biz sanki birini seçməliyik, yəni zəkaya yanaşma kimi götürürük də, ya süni, ya təbii. Mən sizə zəkaya yanaşmamı dedim. Yəni ki, insan zəkası təkcə beynindən ibarət deyil də, yəni təbii zəka biz buna deyirik də. İnsan zəkası özümüz də gördüyümüz kimi bizim beynimizin digər obyektlərə əlaqəsindən də yaranır. Məsəl olsun, mən özüm dəftərlərdə görmüşəm, bir yağlı qələm və dəftər üzərində yazanda normalda gəlməyəcək ideyalar yaranır. İndi o hardan gəlir, o ayrı məsələ. Deməli, o da mənim zəkamın parçasıdır. Mən süni zəkaya o gözlə baxıram və insan həyatda hara getdiyini biləndən sonra sənə bütün alətlər alət kimi görsənir. Əgər sən rəqabət qabiliyyəti deyilsənsə, öz üzərində işləyə bilmirsənsə, bir sahədə dünyanın zirvəsinə qalxa bilmirsənsə, dünyanın qoyağı Azərbaycanın zirvəsinə qalxmaq hədəfin yoxdursa, sənə hər bir şey artıq rəqib kimi görsənəcək. Və mən sizə deyə bilərəm ki, deliberate practice deyilən bir praktika var ki, sən o məşqərə eləsən, şəxsən mənim yaddaş sirrim odur. O məşqərə eləyə bilsəz, deliberate practice, bunu da heç bir kitab sizə demir, çox kitablar demir. Siz sıfırdan, indikindən ən azı 200 dəfə daha güclü ekspert ola bilərsiniz. Onda süni zəka sizə nə edir? Deyək ki, sizin ikindən sıfırdan 200 dəfə daha yaxşı yaddaşa sahib olsanız, 50 dəfə daha yaxşı oxuyucu olsanız və ya nə bilim, pianonu əvvəlkindən daha yaxşı ifa eləsəz, süni zəka sizlə dost kimi görsənəcək. Çox təşəkkür edirik. Bugün bir çox maraqlı və düşündürücü müzakirənin şahidi olduq. Süni zəka və təbii zəka mövzusu təkcə texnologiyanın deyil, həm də insanlığın gələcəyinə yön verən mühüm mövzudur. Bu debatda səslənən fikirlər bizə göstərdi ki, inkişaf üçün əsas yol insan zəkası ilə texnologiyanın vəhdətidir. Debatda iştirak edən Asan Xidmət rəhbərliyinə və kollektivinə, fikirlərini bölüşən spikerlərimizə, iştirakçılara və tədbirin təşkilinə görə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu debat hər birimiz üçün yeni baxış bucaqları qazandırdı. Gələcəkdə tədbirlərdə yenidən görüşmək ümidi ilə hər birinizə uğurlar arzulayıram. Təşəkkür edirəm.